Hər hansısa bir səyahətdə istifadə olunan sözlər hansılardır? Bugünkü mövzumuz əsasən qatarla səyahətdir, amma ümumiyyətlə səyahətdə istifadə edə biləcəyiniz sözlərdir. Tutaq ki, samolyotla harasa gedirsiniz, maşınla, qatarla, poyezdlə, o zaman burdakı sözlərdən istifadə edə bilərsiniz. Здравствуйте, вы на канале Smart Learning, учительница русского языка и literatуры. Salam, kanalıma xoş gəlibsiniz. Mən rus dili və ədəbiyyat müəlliməsiyəm. Rus dilini öyrənməyə davam edirik. Sizlər üçün bu gördüyünüz danışıq lüğətindən dərs keçməyə davam edirəm və əgər fikir versəz, burada yazıbdı razgovornik, yəni danışıq kitabıdır. Sadəcə sözlər yox, hazır qurulmuş cümlələrdir. Bu nə üçün önəmlidir? Yəni siz qrammatikanı bilməsəz də, окончанияdır, падежdir, roddur, predloqdur, союzdur, bunları bilməsəz də bu cümlələrlə avtomatik rus dilində danışa bilərsiniz. Yəni bu sözləri əzbərləyərək belə siz rus dilli ölkələrdə rus dilində danışaraq səyahət eləmək üçün lazımi sözləri biləsiniz. Və gəlin dərsə başlayaq. Mən hər zaman gah olsun onlayn dərslərimizdə ya da belə video dərslərimizdə hər zaman ətraflı izah eləyirəm. Ona görə də bu dərsimizdə tam ətraflı və asan izah olacaqdır. Gəlin başlayaq. Deyir ki, stansiyaya getmək istəyirəm. Yəni ki, burada rus dilində birinci olur əvəzlik, sonra modal feil, adi feil və ondan sonra gələn obyektlər, əvəzliklər və s. Burada başlayır ya хочу. Ya хочу-nu siz istənilən başqa cümlələrdə istifadə edə bilərsiniz. Məsəl üçün, mən istəyirəm. Ya хочу çay, ya хочу кофе və s. Feil də ola bilər. Ya хочу поехать. Mən getmək istəyirəm. Və hara getmək istəyir? Stansiya elə stansiyadır. Biraz ç ilə Azərbaycanda stansiya deyilir, rus dilində stansiya deyilir və stansiyadan əvvəl də na predloqunu istifadə eləyirik. Ya хочу поехать на станцию. Я хочу поехать куда? На станцию. Burada siz predloqları və padejləri də bilməlisiniz. Padej mövzusunu bilmirsinizsə, bu videonun aşağı hissəsində padej dərsinin linkini də basaraq həmin o videoya baxıb öyrənə bilərsiniz. Növbəti cümlə. Londona qatar nə zaman gedir? Rus dilində cümlələrdə, yəni sual verən zamanı əsas sözə fikir veririk. Əsas söz nədir? Burada qatarda deyil, getməkdə deyil, Londonda deyil. Bu zamanın soruşur, nə zaman? Ona görə necə ki ingilis dilindəki o when, what, how və s. deyilirsə, rus dilində də elədir. Rus dilində birinci xüsusi sual sözləri deyilir. Məsəl üçün, baxın, burada yazıbdır, когда, nə zaman, daha sonra gəlir feil. Когда отходит поезд в London. Və burada da London yox, London kimi deyilir, Londonda deyil. Bəzən London deyilir, amma bu yanlışdır. Daha sonra burada bəzi yerləri izah etmək istəyirəm, çünki sırf quru əzbərlə rus dilini öyrənmək mümkün deyil. Onun üçün də baxaq bu nədir? Ümumiyyətlə, ходить yerimək deməkdir. Piyada. От приставkası da dan-dən deməkdir. Yəni ki, London buradan gedir, ona görə də отходит mənasında istifadə edirik. В London isə Londona. Когда отходит поезд в London? Üçüncü sözümüz, Moskvaya növbəti qatar nə vaxt yola düşür? Burada yenə sualımız nədir? Nə vaxt sözüdür. Yəni, когда следующий поезд в Москву? Yenə sual birinci gəlir. Когда, yəni nə zaman? Növbəti следующий поезд və Moskvaya dediyi üçün v Moskvu. Məsəl üçün, bura Londonda elə deyil. London murskoy roddur, dəyişmir. Moskva isə A hərfi ilə bitdiyinə görə biz burada A keçir U. Yəni, kuda v Moskvu. Növbəti söz. Minsk qatarı hansı platformadan yola düşür? Yenə hansı platformadan sözü gəlir. S. Какой platformı? Hansı platformadan? Отходит, yəni yola düşür, buradan gedir Minskə. Ona görə dan-dən predloqunu, pristavkasını istifadə edirik. Biz deyirik ki, отходит поезд
na Minsk. Yenə Minsk, London kimi murskoy rod olduğundan heç bir okonçaniya əlavə olunmur. Məsələn, burada Moskva, Moskvu oldu, amma Minskdə elə olmur. Daha sonra Bakıdan gələn qatar hansı platformaya daxil olacaqdır? Yenə burada sualımız hansıdır? Hansı platformaya sözü birinci gəlir. Na какую platformu? Yəni hansı platformaya приезжает. Baxın, burada отходит sözü var idi. Отходит. Görürsünüzmü? Ot yəni buradan Minskə gedir, buradan Moskvaya gedir. Amma əgər bura gəlirsə, yəni məsələn, на какой platformu приезжает поезд? Yəni poyezd bura gəlir, pri приставкасы gəlmək mənasındadır. На какую платформу приезжает поезд из Baku? Bakıdan is predloqu ilə istifadə olunur. Sankt-Peterburqdan gələn qatar gecikir, sual verilir. Və deyirik ki, поезд из Sankt-Peterburga опаздывает. Опаздывает gecikir deməkdir. Burada nə qədər dayanacağıq? Yəni nə qədər dayanacağıq? Сколько мы будем здесь стоять? Dayanmaq, durmaq, dayanmaq bu söz olacaq стоять. Nə zaman gedəcəyik? Yenə nə zaman? Когда мы уезжаем. Buradan harasa gedəcəyik deyirsə, hansı ölkəyə və s. Burada уезжаем deyilir. Yəni мы olduğuna görə axırda da yem şəkilçisidir. Daha sonra daha nə qədər gedəcəyik? Сколько нам еще ехать? Сколько nə qədər nam bizə еще daha ехать getmək. Yəni nə qədər hələ getməliyik. Buradan Kiyevə nə qədər müddətə gedib çıxmaq olar, çatmaq olar? Yenə sual verilir ki, nə qədər müddətə? За сколько времени можно доехать отсюда до Киева? Yəni ki, nə qədər müddətə olar getmək buradan Kiyevə qədər. Növbəti səhifə. Zəhmət olmasa İstanbula 2-ci dərəcəli bilet verin. Zəhmət olmasa, пожалуйста, verin. Feil gəlir, dайте. Bir bilet, один bilet. 2-ci dərəcəli, второго класса və İstanbula qədər dediyinə görə da İstanbula. Zəhmət olmasa Bakıya gedib və qayıtmaq üçün bilet verin. Пожалуйста, zəhmət olmasa bilet do Baku и обратно. Bakıya bilet və geri qayıtmaq üçün bilet. Bu bilet nə vaxtadək etibarlıdır? Yenə sual sözü. До какого времени действителен этот билет? Burada etibarlıdır sözü действителен sözüdür. Moskvaya 2-ci dərəcəli gedib qayıtma biletinin qiyməti nə qədərdir? Cümlə çox uzundur. Sual sözünü birinci deyirik. Сколько стоит bilet? Bilet neçəyədir? Ora və qayıtmaq. Tуда и обратно. 2-ci dərəcəli второго класса və deyir ki, Moskvaya, ona görə deyirik до Moskvы və belədir. Сколько стоит билет туда и обратно второго класса до Moskvы? 2-ci dərəcəli vaqonlar hardadır? Где hardadır? Находится yerləşibdilər. Vaqonlar второго класса 2-ci dərəcəli. Где находится вагоны второго класса? Bu qatar Tallinnə gedir. Этот поезд, bu qatar едет, gedir v Tallinnə. Mən keçən dərslərimdə də sizlərə hərəkət feillərini izah eləyəndə demişdim ki, əgər hərəkət feilində siz Y hərfini görsəz, demək ki, bu hər hansısa bir nəqliyyatlandır. Əgər burada I olsaydı, yəni idiot olsaydı, bu piyada olacaqdı. Poyez nəqliyyat vasitəsi olduğundan biz deyirik едет. Bağışlayın, bir nəfərlik boş yer var. Извините, есть ли одно, vardırmı bir, свободное место, boş yer. Bilet kassası hardadır? Где находится билетная kassa? Demək, где находится hardadır билетная kassa? Növbəti stansiyada düşmək istəyirəm.
Birinci deyir ki, я хочу, mən istəyirəm выйти, çıxmaq. На следующей остановке, növbəti остановкada. Bağışlayın, bu yer boşdur. Извините, это место свободно. Boşdur sözü пусто demək olmaz. Извините, это место свободное. Boş yer yoxdur. Свободных мест нет. Yəni boş yer yoxdur. Нету da deyə bilərsiniz. Burada boş yer var. Здесь есть одно место. Yəni bir yer vardır. Burada əyləşə bilərsiniz. Вы можете сесть здесь. Siz burada əyləşə bilərsiniz. Və bugünkü dərsimizin adı oldu qatarla səyahət və ümumiyyətlə səyahətdə istifadə biləcəyiniz bir çox sözlər burada vardır. Zəhmət olmasa kanalımıza abunə olub like atıb rəy yazmağı unutmayın və istənilən ölkədən hər kəs istənilən səviyyədən rus dili onlayn dərslərimizə qoşula bilər. Müraciət üçün 050 840 55 22 nömrəsinə zəng eləyib WhatsApp-a yaza bilərsiniz və bizi digər sosial şəbəkələrdən və həmçində ödənişsiz qrup və kanallarımızda sosial şəbəkələrdə olanlara da qoşulub rus dilini heç bir ödəniş olmadan öyrənə bilərsiniz. Növbəti dərslərə qədər hələlik. До свидания.